Deyirlər bugün Bakılılar günüdür və insanlar bir-birinə təbrik edirlər. Hə, mən də təbrik edirəm. Çünki Bakı elə şəhərdir ki, adamlar həmişə tıxacda qalırlar. Çünki adamlar üçün kanalizasiya problemi həll olunmur. Çünki adamlar hər gün cürbəcür cərimələr yeyir. Çünki Bakıda ev qiymətləri o qədər bahalaşıb ki, almaq mümkün deyil. Mən də bu hava çirkliliyin içində Bakılılar günü təbrik edirəm. Çox təbrik edirəm. Təbrik olsun. Bugün Bakılılar günü aycan təbrik eyləyək. Tıxacın içində qalıb bir-birimizi öyləyək. Səhər çıxdın evdən, axşam çatdın işə bir təhər. Bu göldə dedi, qardaş məndə oldum bir xəbər. Yağış yağan kimi şəhər dönür balıq bazarı.